Salam, coğrafiya 11-ci sinif kiçik summativ qiymətləndirmə nömrə 4 üzrə nümunəvi suallara baxırıq. Sual nömrə 1. Davamlı inkişaf hansı ölkələr üçün xarakterikdir? Deməli, davamlı inkişaf əsasən inkişaf etmiş ölkələrdə daha geniş yayılıb. Bunun üçün biz inkişaf etmiş ölkələri seçməliyik. Türkmenistan etməkdə olan ölkədir, Boliviya etməkdə olan, Argentina etməkdə olan və Şimali Koreya etməkdə olan ölkədir. Yaponiya və Almaniya isə inkişaf etmiş ölkələrdir və davamlı inkişaf bu ölkələr üçün səciyyəvidir. Sual nömrə 2. Ümumdaxili məhsul hansı valyuta ilə ölçülür? Deməli, ümumdaxili məhsul dollarla, ABŞ dolları ilə ölçülür. Texniki avadanlıqların uzun müddətli icarəsi nə adlanır? Deməli, texniki avadanlıqların götürülməsi adlanır, leasing adlanır. Kredit isə pulun götürülməsi kreditdir, amma texniki avadanlıqların uzun müddətli götürülməsi isə leasing adlanır. Səhəm və istiqrazlar qiymətli kağız növüdür. İnvestisiya isə gəlir qazanmaq üçün qoyulan pul vəsaitidir. Azərbaycanda istehsal olunan yodun əsas alıcıları hansı ölkələrdir? Deməli, yodun əsas alıcıları olan ölkələr Çindir, Rusiyadır, Hindistandır, Latviyadır. Bunlar əsas ölkələrdir. Burada isə bizə variant Rusiya və Hindistan olmalıdır. 5-ci sual. Azərbaycan magistral avtomobil yollarının əsas istiqamətlərini seçin. Deməli, əsas istiqamətlər Azərbaycanın magistral yollarının Bakı-Qazax, Bakı-Quba və Bakı-Astara əsas istiqamətlərdir Azərbaycanın magistral yollarının. 2010-cu ildə ölkə 260 milyon manatlıq məhsul ixrac etmişdir. Ticarət balansı müsbət olub, ixracın həcminin 40%-nə bərabərdir. İdxalın miqdarını tapın. Deməli, ticarət balansı ümumiyyətlə ixrac çıx idxal bərabərdir ticarət balansı. Bizə deyək, ticarət balansı ixracın 40%. Deməli, biz 260-ın 40%-ni tapmalıyıq. 260 vurulsun 40, bölünsün 100. Bu da bizə bərabərdir 104. Deməli, ticarət balansı 104 milyon manata bərabərdir. 104 milyon manat bizim ticarət balansımızdır. İxrac da bizə verilib 260. Deməli, ixrac 260 çıxılsın idxal. X ilə işarə eləyək. Bərabərdir 104. X də bərabərdir. Buradan bizə alınır. 260 çıxılsın 104 bərabərdir 156 milyon manat. Deməli, idxal 256 milyon manata bərabərdir. Yəni, cavab B bəndi. Yeni sənaye sahələri hansılardır? Deməli, robot istehsalı ən yeni sahədir. Mikrobiologiya ən yeni sahədir həmçinin də. Mikrobiologiya ən yeni sahədir. Kömür, bunlar ənənəvi, yəni köhnə sahələrdir. Mikroelektronika ən yeni sahədir. Kimya, alüminium sənayesi və maşın qayırma isə yeni sahələrə aid etmək olar. Düzgün cavab Y bəndi. 8-ci sual uyğunluğu müəyyən edin. Orqanik və GMO-lu məhsullar. Deməli, məhsullar iki cür olur. Orqanik, yəni təbii. Bir də GMO-lu məhsullar. Yeni orqanizmlər yaradılır. Bu GMO-lu məhsullardır. Kənd təsərrüfatının istiqamətidir. Deməli, hər ikisi kənd təsərrüfatının istiqamətidir. Həm orqanik, həm də GMO. Süni gübrələrdən istifadə olunmur. Bu orqanik məhsuldur. Becərilməsi daha çox əmək sərf edilir. Əmək sərf edilirsə bu orqanik məhsullara əsasən daha böyük əmək sərf olunur. Onun üçün də Ç orqanik məhsula aid olmalıdır. Sonra ilk dəfə ABŞ-da əldə edilib bu GMO-lu məhsullarda. ABŞ-da soya üzərində araşdırmalar aparılaraq əldə olunmuşdur GMO-lu məhsullar. Ali sağlam qida təmin olunur. Bu da orqanik məhsuldur. Y bəndi. Almaniya və Avstriya orqanik məhsullar üzrə qabaqcıl yerlərdədir. F. Xəstəliklərə qarşı davamlıdır. Bu GMO-lu məhsullar xəstəliyə qarşı daha dözümlüdür. Qiyməti baha olanlar isə orqanik məhsullardır. H-da bura orqanik məhsullara aid olmalıdır. Deməli, C, Ç, E, F, Y, F, H, A, D, G və B, yəni C bəndi düzgün cavab olmalıdır. Xəzər dənizindən dünya okeanına çıxmaq üçün lazım olan yolları ardıcıl seçin. Deməli, Xəzər dənizindən birinci olaraq Volqa çayı vasitəsilə biz keçməliyik. Volqa çayından Volqa-Don kanalı, Volqa-Don kanalı, sonra Don çayı 6, Don çayı tökülür Azov dənizinə, Azov dənizi 7. Sonra buradan Kerç boğazı vasitəsilə keçirik biz Qara dənizə,
Kerç boğazı, Qara dəniz 8-də verilib. Sonra Qara dənizdən Bosfor boğazı vasitəsilə Mərmərə dənizi, Mərmərə dənizindən Dardanel boğazı vasitəsilə də biz çıxdıq Aralıq dənizinə. Aralıq dənizindən də Atlantik, Cəbəltariq boğazı vasitəsilə Atlantik okeana çıxır. 2, 5, 6, 7, 1, 8, 9, 3, 14, 11. Yəni D bəndə olmalıdır. Düzgün olmayan ifadəni seçin. Siyasi sabitliyin pozulması davamlı inkişafa mənfi təsir göstərə bilər. Bəli, doğru fikirdir. Müxtəlif növ xidmətlərin göstərilməsi görünməz ixracat adlanır. Bu da doğru fikirdir. Holland sindromu zamanı istehsal sektoru güclü inkişaf edir. Xeyr, əksinə Holland sindromu zamanı tənəzzülə uğrayır istehsal sahələri. Əsasən bir məhsuldan asılı olan ölkələrdə daha geniş yayılıb. İlk dəfə də Hollandiyada qazın qiymətinin aşağı düşməsi ilə Holland sindromu baş vermişdi. Daimi işlə təminat Yapon iqtisadiyyatı inkişafı modelinə aiddir. Doğru fikirdir. Holding şirkət və müəssisələr birliyidir. Bu da doğru fikirdir. Yəni səhv olan variant C bəndidir.